Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Amma ba'd. Resulullah sallallahu aleyhi ve sellem buyurur: Men kana yu'minu billahi vel yevmil ahir felyekul hayran ev leyasmut. Sizdən kim Allaha və axirət gününə inanırsa, ya xeyir danışsın, ya da sussun. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, insanları ən çox cəhənnəmə salan insanın dilidir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrin birinə deyir ki, dilini tutqu ilə, yəni dilini təhlükələrdən qoruq ilə. Başqa bir hədisdə əsərdə gəlir ki, Əbu Bakır radiyallahu anh'ın dilinin altında daş gəzdirərdi. 2 il boyunca ki, hətta dilindən xəta etməsin, günah etməsin, ona layiq olmayan şeyləri danışmasın. Bu dəlillərdə, qardaşlar, bu dəlillər ona ifadə edir ki, insan danışdığı zaman ancaq doğru şey, faydalı şey danışmağa çalışmalıdır. Əksi təqdirdə insan Allahın qadağan etdiyi şeyləri və yaxud da dində qadağan olunmuş şeylər danışarsa, bu danışdığı kəlmələr hamısı onun əməl dəftərlərinə yazılır və qiyamət günü də onun hesabı var. Allah Teala Quran-ı Kərimdə buyurur: "La yuğadir saghiratan və la kabiratan illa ahsaha." Etdiyiniz istər böyük əməl olsun, istər kiçik əməl olsun, hamısı yazılır, onların hamısının hesabı var. Allah bunların hamısından səni hesaba çəkəcək. Bu onu ifadə edir ki, qardaşlar, müsəlman dilini qoruması vacibdir. Dili qorumağı nədir? Vacibdir. Və dilin ən böyük təhlükələrindən biri də bir insanın söyünç söyməyə alışmasıdır. Bəzi insanlarda var, görürsünüz ki, dilini sağlam saxlaya bilmir, söyünç söyür. Və dilindən lənət və yaxud da qarğış və yaxud da pis şeylər əksik olmur. Və bunlar təbii ki, İslamda xoşa gələn əməllərdən deyil. Rasulullah sallallahu aleyhi və səlləm buyurur: "Sibabul muslimi fusuqun və qitaluhu kufrun." Hədisi İmam Buxari və Muslim rivayət edib, qardaşlar. Rasulullah sallallahu aleyhi və səlləm deyir ki, müsəlmanı söymək fasiqlikdir. Fasiqlik. Kim söyərsə müsəlmanı, o insan fasiq olur. Allaha asi olur, günahkar olur. Və qitaluhu kufrun, və müsəlmanı öldürmək isə küfürdür. Yəni, nemət küfrüdür. Böyük günahlardandır, böyük. Ən böyük günahlardandır, qardaşlar, bir müsəlmanın qanını haqsız yerə axıtmaq. Haqsız yerə axıtmaq. Deməli, burada gəlir ki, Rasulullah s.ə.v buyurur ki, müsəlmanı söymək fasiqlikdir. Ona görə söymək deyəndə, bugünkü gündə məşhur olan əxlaqsız insanlar arası söyünçlərin hamısı əxlaqsızlığa dəlalət edir. Bütünü hamısı. Lakin daha da belə deyək, əxlaqsızlıq kimi, daha da əxlaqsızlığa dəlalət eləyən söyünç növləri var. Ana-bacı söyüncü söymək, ana-ata söyüncü söymək və s. kimi söyünçlər. Bəzi insanlar elə bilir ki, sadəcə söyünç dedikdə nəzərdə tutulan budur. Ana-bacı söyüncü söyməkdir. Xeyr, söyüncün növləri çoxdur, qardaşlar. Nə olursa olsun, bir insana təhqir niyyəti ilə deyilən sözlər söyünç qismindəndir hamısı. Yəni, o şey ki, adətən bir insanı sadəcə alçaqlamaq üçün, rəzil etmək üçün deyirsən. Bunlar söyünç qisminə daxil ola bilər. Həmçinin lənət, qardaşlar, lənət söyüncün növlərindəndir. Haqsız yerə olan lənət, haqsız yerə müsəlmanın dilindən lənətin gəlməsi söyüncün qismindəndir. Ona görə Rasulullah s.ə.v buyurur ki, Lə'nul mü'min kəqatlihi. Mömini lənətləmək, onu öldürmək kimidir. Hədisi İmam
Hədisi İmam Buxari və Muslim rivayət edib. Təsəvvür edin. Adamlar var ki, ağzına açanda lənətlə açır. Ona lənət, buna lənət, ona lənət, buna lənət. Halbuki Peyğəmbər buyurur ki, mümini lənətləmək, onu öldürmək kimi günahdır. Kim lənətləyərsə, onu öldürmüş kimi günah qazanır. Başqa bir hədisdə Müslimdə gəlir, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, La yakunu la'anuna şufa'a və la şuhada yevmel qiyamə. Lənət edənlər, söyünç söyənlər yəni, qiyamət günü nə şəfaatçı olmayacaqlar, nə də şahidlərdən olmayacaqlar. Yəni, kiməsə şəfaat verə bilməyəcək onlar. Kiməsə şəfaat verə bilməyəcək, nə də şahid ola bilməyəcək insanlara. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, İmam Müslim rivayət etdiyi hədisində, La yenbəği li sadiqin ən yekuna la'anan. Dosta yaraşmaz ki, dostuna lənətləsin. Yəni, bir adamla oturub durursan, bir balcı ixtilaf olanla bir qalxıb ona lənət oxuyursan. Başqa bir hədisdə buyurur Peyğəmbər sallallahu aleyhi və səlləm, səhih hədisdə, Leysəl mu'minu bi ta'an, və la bila'an, və la bil fəhiş, və la bil bədi. Mömin heç zaman lənət tən edən, lənət edən, fahişəlik edən və əxlaqsız sözlər danışan mömin ola bilməz. Fikir verin. Diqqətlə qulaq asın. Rasulullahın səhih sözləri, hədisləri dinimizin düstur sayılır. Peyğəmbər s.ə.v buyurur, tən edən. Tənə nədir? İftira edən. İnsanı alçaqlayan. Tənə edən, lənət edən, fahişəlik edən və əxlaqsız sözlər danışan mömin ola bilməz. Əxlaqsız sözlərə daxil deyilmi? Söyünç söymək. Fərqi yoxdur, qardaşlar. Tək müsəlmanı söyməkdən getmir söhbət. Və yaxud da insanı söyməkdən getmir söhbət. Söhbət bir müsəlmanın dilindən söyün çıxmasından gedir. Bir müsəlmanın, istər daş, istər heyvan, istərsən quş, istərsən insan, istərsən müsəlman olsun, kim olur olsun, qeyri-müsəlman olsun, fərqi yoxdur. Haqsız yerə müsəlman dilindən lənət və yaxud da söyün çıxartmağı haqqı yoxdur. Başqa bir hədisdə gəlir Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, İmam Əbu Davud rivayət edib Sünən kitabında, Hədis Albani rahmehullah səhihləşdirib. Hədisin mənası belədir ki, Peyğəmbər s.ə.v buyurur ki, əgər bir qul bir şey lənətləyərsə, o lənət kəlməsi qalxar göyə. Və haqsız yerə olarsa bu lənət, göyün qapıları ona açılmaz. Göydən o lənət geri qaytarlar. Sonra o lənət sağı, solu, hər tərəfi gəzər. Əgər lənətə layiq olan, yəni sən lənətlədiyin şey, o lənətə layiq olmasa, o lənət sənin özünə gəlib qaydar. Yəni bir insan bir şeyi haqsız yerə lənətlədirsə, özünü lənətləmiş kimi olur. Özünü lənətləmiş kimi olur. Ona görə qardaşlar, bugün kim Peyğəmbər sallallahu aleyhi ve sellemin sahabələrini lənətləyirsə, özünü lənətləmiş hesab olmurmu? Bəli. Kim Peyğəmbər s.ə.v-in sahabələrinə dil atırsa, onlar ən böyük cinayət işləmiş olmurmu? Özlərinə söymüş olmurlarmı? Ona görə yadınızda bunu heç vaxt unutmayın ki, kim olursa olsun, vətəndaşlığına, rənginə, dininə, cinsinə, gücünə, vəzifəsinə baxmayaraq, kim Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələrinə layiq olmayan bir söz danışarsa, o insan İslamdan ən uzaq olan tayfalardan sayılır. Və o insan özünə lənət edənlərdən sayılır. Və o insan İslamın düşmənlərindən sayılır. Muhammed sallallahu aleyhi və səlləmin şəriətindən nifrət eləyən sayılır. O insan İslamın düşmənlərindən hesab olunur. Nə üçün? Çünki bizə dini kim gətirdi? Rasulullah sallallahu aleyhi ve sellemin təbliğ etdiyi şəriəti bizə kim çatdırdı? Ortada vəsilə kim oldu? Dünyada olan fətihləri, misal İslamı yeryüzünə yaymağa
vəsilə kim oldu? Quran-ı Kərimi, hədisləri kim gətirdi bizə? Muhammed sallallahu aleyhi və səlləmin sahabələri etdi bunların hamısını. Muhammed sallallahu aleyhi və səlləmin sahabələri bir adam elhamdülillah bir adam Muhammed sallallahu aleyhi və səlləmin sahabələrini təyin eləyirsə, mənası odur ki, Peyğəmbərin gətirdiyi şəriəti təyin eləyir. Çünki əgər sahabələr təyinəyə layiqdirsə, onlara güvənilmirsə, lənət haqq eləyirlərsə, onların dediyi söz qəbul olunarmı? Ona görə birbaşa Peyğəmbərə təyin eləyə bilmirlər deyə dinin düşmənləri kimə təyin eləyirlər? Ortada olan vəsiləyə. Ortada olan vəsiləyə. Yəni vəsilə, qayda var ki, vəsilə özü haram olarsa, əsli də haram olar. Vəsilə özü haram olarsa. Məsələ, içkini də bilərik biz ki, düzəltmək haramdır, bunu içmək haramdır, bunu bilirik, amma satmaq olar. Bunu demək olar mı? Də bilməzik. Çünki satmağın özü içməyə bir vəsilədir. Və yaxud da məsələ onun tam əksi olsun. Məsələ halal olan məsələ meyvə suyu. Meyvə suyu. Meyvə suyun də bilərik biz ki, əsli halaldır, amma satmaq olmaz. Də bilərik mi? Bu ağla sığmaz. Biz necə də bilərik ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin yəni sahabələri yaxşı deyillərdi, amma gətirdiyi şəriət düzdür. Bu demək olar mı? Bunu demək olmaz. Və yaxud da necə demək olar ki, sahabələri yaxşıdır, amma gətirdikləri şəriət doğru deyil. Bu da tərsinədir. Ona görə mütləq vəsilə sağlam olmalıdır ki, yəni ki, onların gətirdiyi şey də sağlam olsun. Bu çox təhlükəli şeydir, qardaşlar. Nəinki insan, hətta Peyğəmbər sallallahu aleyhi ve sellem heyvanları belə lənətləməkdən sahabələrini çəkindirib. İmran ibn Hüseyin rahmanullah deyir ki, biz Peyğəmbər sallallahu aleyhi ve sellemlə bərabər idik səfərlərinin birində. Ansarlardan biri qalıqdı, dəvəsini lənətlədi, hirsləndi, dəvəsini lənətlədi. Peyğəmbər sallallahu aleyhi və səlləm bunu eşitdi. Rasulullah o lənətləyəndən sonra dedi ki, dəvənin üzərindəki yükünü götür və dəvəni azad etkinən. Çünki artıq o lənətlənib. Və sahabə deyir ki, biz onu görürdük ki, yollarda gəzirdi, heç kəs ona sataşmırdı, heç kəs onu tutmurdu, heç kəs ona toxunmurdu. Çünki hamı o dəvəni lənətlənmiş bir dəvə kimi qəbul edirdi. Qısacası, qardaşlar, müsəlman gərək doğru şey danışsın və düzgün şey danışsın. Ona layiq olmayan kəlmələri işlətməkdən uzaq olsun. İstərsən ailəsində, istərsən iş yerində, istərsən dostları ilə, istərsən başqaları ilə, hətta heyvanlarla olsa belə. Və çalışmaq lazımdır ki, doğru və düz şeylər danışaq və layiq olmayan, əxlaqsız, tərbiyəsiz, mədəniyyətsizlik dəlalət edən kəlmələr danışmayaq. Allah bizə istifadələrdən etsin. Dilimizi doğru danışanlardan, qəlbimizi şəkdən, şübhədən uzaq olan qəlblərdən etsin. Allah Teala bizləri bilərəkdən və bilməyərəkdən etdiyimiz günahları bağışlasın. Allah Teala'dan diləyirəm ki, bizləri islah eləsin və bizləri ən sadiq bəndələrindən eyləsin. Sallallahu aleyhi və barik alə nəbinə Muhammed və alə alihi və sahbihi ecmain. İxlasla.com saytı tərəfindən təqdim olundu.